Xalq artisti Zeynəb Xanlarovanın AzTV-nin Yeni il proqramında iştirak edəcəyi ilə bağlı qərarı hələ də müzakirə olunur. Bir qisim insanlar onun dəyərli sənətkar və mədəniyyətin simvolu olduğunu bildirirlər. Digərləri isə düşünürlər ki, müğənninin hər il eyni tədbirdə çıxış etməsi və proqramın onun ifası ilə yekunlaşması həm monotonluq yaradır, həm də bu ictimai rəyə hörmətsizlikdir. Bu ənənə davam etməlidir, yoxsa dəyişiklik vaxtıdır? Global Info.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Zeynəb Xanlarova həqiqətən xalqın böyük musiqi dəyəridir. İnsan yaşlaşanda və ya səsi əvvəlki kimi olmayanda biz bu dəyəri niyə başqa cür qiymətləndirməliyik? Əksinə, sevinməliyik ki, belə bir korifey sənətkarımız hələ də səhnədədir, oxuya bilir və pozitiv enerji ötürür. Bu kimdə və niyə qıcıq yaradır? Zeynəb Xanlarova eyni vaxtda nostalgiya daşıyır. O, insanları həyata və bir-birinə sevgi ilə bağlayan, onlara müsbət enerji verən sənət adamıdır. Millət vəkili qeyd edib ki, bu məsələyə görə kiminsə narahatlıq keçirməsi anlaşılmazdı. Açığı bu məni məyus edir. Ola bilsin müəyyən yaş mərhələsində hər şey əvvəlki kimi olmur, ömür fanidir. Lakin Xanlarovanın Azərbaycan səhnəsində görünməsi belə estetik bir dəyərdir. Xalq artistinin ifası bəlkə də hər kəsin zövqünə tam uyğun deyil, ancaq onun özünə məxsus üslubunu xatırlayan yüz minlərlə insan var. Buna görə də fikrimcə, bu məsələyə daha tolerant yanaşmaq faydalı olardı.